Evi bizə qaynanam olub. Düşünürəm ki, əgər 10 il öncə qaynanam bu evi götürməsəydi, almasaydı, hazırki indiki yoldaşımın bu maaşı ilə bizim burada bir evə almağımız yəqin ki, mümkünsüz olardı. Ümumiyyətlə, hazırki Azərbaycanda olan maaşlarla bir insanın bir ev almağı demək olar ki, mümkünsüz bir şeydir. Onun ilkin ödənişi, aylığı həqiqətən çox çətindir. Bu evdə ipotekadır. İpoteka ilə alıb, amma artıq az qalıb, üzüb quyruğuna gəlmişik. Və düşünürəm ki, əgər bu dəqiqə biz kirayədə qalsaydıq, həmin o pulu normal görürsünüz ki, şəhərdə qalanda 450, 350 kirayə verilir. Həmin o pulu indi biz ipotekaya veririk. Düz ondan biraz çoxdur, amma o pulu verib artıq insan ipoteka ilə alanda yenə də bilirsən ki, müəyyən bir müddətdən sonra bu ev sənin olacaq. Amma kirayədə qalanda hər ay o pul sanki bildiyiniz uçur havaya. Ona görə də Allah hər kəsə öz evini alıb, öz evində yaşamağı nəsib eləsin inşallah. Evin işini qutarandan sonra qreçka bişirdim, amma son halını çəkə bilmədim, unutdum onu. Və evin işini bitirəndən sonra da isə gördüm ki, təzə seriallarda bir maraq yoxdur. Ona görə də qayıtdım köhnə seriallarımı təkrar izləməyə. Yəqin ki, siz də baxmısınız Heydzayə. Belə, vlog bu qədər, hələlik.